الشيطان الرجيم بسم الله الرحمن الرحيم القول مني في جميع الأشياء قول آل محمد عليهم السلام فيما أسروا وما أعلنوا وفيما بلغني عنهم وفيما لم يبلغني الحمد لله رب العالمين وصلى الله على خير الخلق أجمعين سيدنا محمد وأهل بيته الطيبين الطاهرين ولعنة الله على قتلتهم وأعدائهم أجمعين إلى قيام يوم الدين آمين. أما بعد فبسم الله الرحمن الرحيم اللهم كن لوليك الحجة بن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك توآ وتمتعه فيها طويلا وهب لنا رأفته ورحمته ودعاءه وخيره. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli Zahra TV kanalının izləyiciləri, bəhslərimiz günah mövzusu barəsindədir. Yəni silsiləvi şəkildə artıq neçənci bəhsdir ki, 13-cü bəhsdəyik ki gedir. Bugünkü bəhsimizdə günahın ailə mühiti ilə bağlı amilləridir. Bu da mühüm bəhslərdəndir. Hardan nəşət tapır günah? Günahın müəyyən bir hissəsi ailə mühitindən gəlir. Baxız, insanı günaha tərəf yönəldən daha bir mühüm amil, günaha tərəf yönləndirən, günahın bir növ nəşət tapdığı, çıxdığı yerlərdən biri, amil, ailə və ətraf mühitin pis olmasıdır. Ailə və ətraf mühitin pis olmasıdır. Yaxşı ailə isə insanı günahdan çəkindirməkdə böyük təsirə malikdir. Gördüyü ayna kimi əks etdirir. Mütəlləqdir, ondan nəşət tapır, nəşətlənir və onu əks etdirir. Və bu da onu müəyyən qədər kamilliklərə çatdıran amillərdən olur. Nəinki günaha yönləndirən amillərdən, onun əksidir günaha yönləndirən amillər. Dedik ki, yaxşı ailə isə insanı günahdan çəkindirməkdə böyük təsirə malikdir. İslam dini insanların tərbiyəsində çox diqqətli və hərtərəfli bir dindir. Əslən dinimizdə əzizlər elə bir mövzu yoxdur ki, ona toxunub balaca giriz vurub çəkilsin. Belə bir mövzumuz yoxdur. Bu barədə mütaliə əhli, araşdırmaçılar, tədqiqatçılar daha gözəl bilirlər ki, İslam dinində elə bir mövzu yoxdur ki, ona yüngül yanaşılsın. Hər bir məsələ barəsində geniş şəkildə bəhs aparılır. Ki, neynim, necə eləyim sualı əslən verilə bilmir. Və bu ailə məsələsi də bu cür nədir? Bu dündə ailənin düzgün bünövrə ilə qurulması və yaxşı nəticələrə çatması üçün çoxlu göstərişlər verilmişdir. Tövsiyələr, göstərişlər verilmişdir. Bu göstərişlərə düzgün və dəqiq riayət olunsa, əgər bir şəxs bu sadalanan, deyilən göstərişlərə, təbii ki, bunları da gərək deyilsin, deyilən göstərişlərə və ya özü araşdırsın, tapsın bu göstərişləri. Bu göstərişlərə riayət edərsə, ailənin parlaq gələcəyi olacaqdır. Yəni, ona parlaq gələcəyə sahib olması üçün bu göstərişlərə əməl etmək bir vəsilə yaradır. Ki, parlaq gələcəyə getirib çıxarsın. Göstərişdən bəziləri bunlardır. 1. İrsiyyət qanununa diqqət yetirmək. İrsiyyət qanunu. 2. Düzgün və dini qayda qanunlarla ailə həyatı qurmaq. İmam Peyğəmbər əleyhissalam dediyi kimi, Allah təbarək və təala dediyi kimi ailə həyatı qurmaq. Düzgün və dini qayda qanunlara münasib ailə həyatı qurmaq. 3. Uşaqların İslam qayda qanunları ilə tərbiyələndirilməsi. Bu çox mühüm məsələdir. Çox mühümdür. 4. Yeməyin halal və ya haram olmasına diqqət etmək. Bu da həmçinin mühüm məsələlərdəndir. İnşallah bu mövzuların hər biri haqda ətraflı danışacağıq. 1. Dedik ki, irsiyyət qanununa diqqət yetirmək. Nədir bu? Uşaqlar zahiri görünüşdə olduğu kimi, ruhi və mənəvi xüsusiyyətlərində də ata və anadan irs aparırlar. Bir uşaq həm görkəmində öz valideynlərindən, ata və anasından irs götürdüyü kimi, sima cəhətində, bədən quruluşu baxımından valideynlərinə bənzədiyi kimi, daxili, ruhani və mənəvi xüsusiyyətlərdən də təbəəndir ki, bu cür nədir ki, valideynlərindən irs aparır.
ata və anasından irs aparır. Bu həm dini, həm də elmi baxımdan öz təsdiqini tapmış bir məsələdir. Bunda bir ixtilaf yoxdur. Həm din, həm elmi baxımdan bu araşdırılıb, öz təsdiqini tapıb. Misal üçün, şücaətli, iffətli, möhkəm iradəli və dindar müsəlman mömin ata-ananın övladlarının da bu sifətlərə malik olmasında irsiyyətin mühüm rolu vardır. Ata və ananın qorxaq, natəmiz, süst iradəli və sair kimi mənfi xüsusiyyətlərdə olmaları bu cür mənfi sifətlərin onların övladlarında da yaranmasına zəminə yaradır. Mətləbin daha da aydınlaşması üçün bir ayə və bir neçə hədis zikr edirik. Siz əziz dinləyicilərin hüzuru şərifinə. 1. Quranda Nuh surəsində 26 və 27-ci ayələrdə Nuh peyğəmbərin əla nəbiyinə və alihi və aleyhissalamın öz qövmünə qarğış etməsi barədə belə oxuyuruq. Nuh əla nəbiyinə və alihi və aleyhissalam öz qövmünə qarğış etməsi barəsindədir. Öz qövmünə. Baxız. Əuzu billahi minəşşeytanirracim. Və qalə Nuhur Rabbi la tazar aləl ardı minəl kafirinə dəyyara. Və Nuh dedi, ey Rəbbim, ey mənim Allahım, la tazar aləl ardı minəl kafirinə dəyyara. Yerdə kafirləri sağ buraxma ginən. Kafirlər üçün salamat bir yer qoyma. Yəni kafirləri sağ buraxma ginən yerdə. Hamısını suda qərq elə. İnnəkə intəzarhum. Əgər sən onları sağ buraxsan, yudillu ibadəkə. Sənin bəndələrini azdıracaqlar. Baxız, azdıracaqlar. Və la yəlidu illə faciran kəffara. Və onlardan, həmən kafirlərdən, yalnız facir və kafir övladlar dünyaya gələcək. Baxız, irsiyyət qanununa işarə edir. Kafir xüsusiyyətində olandan, kafir xüsusiyyətində olanın mənfi xüsusiyyətlərə malik olan valideynlərdən mənfi xüsusiyyətlərə malik olan övladın dünyaya gəlməsi. Valideynlərdən irs götürməyi bu xüsusiyyətlərin. Oxuduğumuz bu ayələrdə də göründüyü kimi bu ayələr ata-anadakı xüsusiyyətlərin irsən övlada keçməsinə işarə olunmuşdur. Çünki özü buyurdu. Və la yəlidu illə faciran kəffara. O kafirlərdən yalnız facir və kafirlər dünyaya gələcək. Və la yəlidu, la illə həsri bildirir. Yəni budur bundan qeyri deyil. Və la yəlidu illə faciran kəffara. Onlardan yalnız facir və bədəxlaq və inatkarlar, kafirlər çıxacaq, naşükürlər çıxacaq. Yəni napak ata-anadan napak övladlar dünyaya gələcəkdir. 2. İmam Hüseyn əleyhisselamın Ərbəin günündə oxunan Ərbəin ziyarətnaməsindən bir hissəsində belə oxuyuruq. Əşhədü ənnəkə kuntə nuran fil əslab əş-şamixə vəl-ərhamit-tahirə. İmam Hüseyn əleyhissalatu vəssalamın şənində. Ərvahuna fida. Mən şəhadət verirəm ki, sən, ey Əbu Abdillahil Hüseyn salavatullahi aleyh, kuntə nuran fil əslab əş-şamixə. Böyük mənziləli şəxslərin sülblərində bir nur olan halda idin, nur idin. Vəl-ərhamit-tahirə və pak və pakizə, mütəhhər olan rəhimlərdə, bətinlərdə nur halda idin. Kuntə nura, nur halda idin, nur olan halda idin. Necə ki, ləm tunəcciskəl cahiliyyətu bi-əncəsihə. Cahiliyyət öz nəcisliyi ilə səni nəcis edə bilməz. Baxız. Niyə? Çünki sülbləri böyük mənziləli, pak olan sülb və pak və mütəhhər bətinlər. Baxız. Bu da irsiyyətə nişanədir. Ziyarətnamələrdə bu məşhur cümlələr məsum imamlar əleyhissalamın ata-analarının təmiz və təmiz nəsildən olmalarını göstərir. Necə ki, Əhzab surəsi 33-cü ayə. İnnəmā yuridullahu liyusibə ankumur ritsə əhləl beyt və yutahhirakum tathira. Allahın mütləq iradəsi budur ki, siz əhli beytdən bütün çirkinlikləri aradan qalxızıb sizi pak və pakizə qərar versin. Bu, bəli ismətlərinə dəlalətdir. Və ata-analarının da pak olmalarına dəlalət bu kimi ibarələrdir. Bu kimi ibarələrdir. Kunta nuran
fil əslab-i şamixə. Böyük əzəmətli sülblərdə sən bir nur haldaydın. Vəl ərhamid dahirə və pak və mütəhhər olan bətinlərdə bir nur halındaydın. Hansı ki, ləm tunəcciskəl cahiliyyətu bi əncasihə. Cahiliyyət öz nəcisliyi ilə səni necis edə bilməz. 3. Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm buyurur. Əş-şəqiyyu şəqiyyun fi bətni ummih. Bədbaxt elə anasının bətnində bədbaxtdır. Əs-səidu səidun fi bətni ummih. Xoşbəxt isə elə anasının bətnindən xoşbəxtdir. Bu hədisdən belə bir məna ələ getirilir ki, dəyərli əzizlər, ata-anadakı mənfi və ya müsbət keyfiyyətlər, xüsusiyyətlər övlada irsən keçərək onların gələcəkdəki bədbəxtlik və ya xoşbəxtliyinə zəminə yaradır. Yəni, əziz möminlər, ata-ananın bədbəxt və ya xoşbəxt olması onların övladlarına da müəyyən dərəcədə təsir qoyur, təsir edir. 4. Həzrət Əmir-ül-Müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalam öz həyat yoldaşı Həzrəti xanım Fatimə-i Zəhra əleyhissalamın şəhid olmasından sonra yenidən ailə qurmaq qərarına gəlir. Qardaşı Əqil tayfa və qəbilələri yaxşı tanıdığından nəsəbşünas idi. O vaxt ərəblərdə müəyyən elmlər var idi ki, tarixdə də bu faktla isbat olunub ki, müəyyən məsələn nəsəbşünaslıqdır, yaxşı şeir demək qabiliyyətləridir. Bunlara malik idilər, yəni əsalətdə ərəblər. Həzrət Əli əleyhissalamın qardaşı da Əqil bu cür şəxslərdən idi ki, tayfa və qəbilələri yaxşı tanıyırdı, nəsəbşünas idi. İmam Əmir-əl-Müminin ona müraciət edib buyurdu. Şücaətli və qorxmaz tayfadan olan bir qadınla evlənmək istəyirəm. Xanım Fatimə-i Zəhra səlamullahi əleyhanın şəhadətindən sonra. Əqil dedi, nə üçün bu xüsusiyyətə malik olan bir qadınla evlənmək istərsən? Həzrət Əmirə sual edir. Həzrət Əmir əleyhissalam buyurdu, ona görə ki, ondan olan övladlar da şücaətli olsunlar. Diqqət yetirirsiniz irsiyyət məsələsinə. Əqil dedi, belə bir qadın Bəni Kilab qəbiləsindən olan Fatimə Hizam ibn Xaliq ibn Rəbiənin qızıdır. Həm də ərəblərin arasında səndən başqa bir şəxs bu tayfanın şücaətinə gücləri çatmaz. Yəni səndən sonra bir növ ən şücaətli tayfadır. Həzrət Əmirdən sonra. Əqil Ümmül-Bəninə elçilik etdi və İmam Əli ibn Əbu Talib əleyhissalam onunla ailə həyatı qurdu. Bu xanımdan olan bütün uşaqlar çox şücaətli və qəhrəman uşaqları idilər. Qəhrəmanlıq və şücaətli ilə seçilirdi. Sonralar onlardan bəziləri Kərbəlada şəhid oldular. Onların ən məşhuru Həzrət Əbəlfəz Abbas salavatullahi əleyhdir ki, imamına tam böyük xidmətdə idi. Kərbəla məktəbinin ən böyük müəllimlərindən biri də Həzrət Əbəlfəz Abbas salavatullahi əleyhdir. Deməli, əzizlər, bu övladlara şücaət həm ata, həm də analarından irsən keçmişdir. Çünki Həzrət Əmir əleyhissalam xanım Fatimə-i Zəhra əleyhissalamdan sonra şücaətli övladlar dünyaya gətirməsi üçün Əqilə müraciət edir ki, bu xüsusiyyətdə olan birini tapsın. Anası da xüsusidir, şücaətlidir ki, ondan dünyaya gələn övladı da həm Həzrət Əmirdən, həm də anasından şücaət irsi aparsın. Bunu istəyirdi. Bu övladlara şücaət həm ata, həm də analarından irsən keçmişdir ki, ən bariz nümunəsi Həzrət Əbəlfəzl Abbas salavatullahi əleyhdir. 5. İmam Əmir-əl-Müminin Həzrət Əli ibn Əbi Talib salavatullahi əleyh belə buyurur. Hurarül-Hikəm cild 1 səhifə 346-da da hədis. Husnul əxlaq, əxlaqın gözəlliyi, burhanu kərəmilə əraq. Nəsilin, irsiyyətin, soyun, kökün, nəsilin kərəmindən dəlildir. Yəni, nəsilin salamat olmasından, böyük şəxsiyyətlər olmasına dəlil hüsnül əxlaqdır. Gözəl əxlaq nümunəsidir. Bu hədisdəki damarların, yəni yaxşılıq sözü ibarəsi ailənin paklığı, əraq sözü ki, bu ibarəsi ailənin paklığı və təmizliyinə işarədir ki, övlada bu təmizlik ata-anasından irsən keçir. İkinci mətləbimiz bu idi ki, dəyərli dinləyicilər, düzgün ailə həyatı qurmaq. Bu da mühüm məsələlərdəndir.
İctimai həyatda ən zəruri məsələlərdən biri də ailə həyatı qurmaqdır. Ailə kiçik bir cəmiyyətdir. Böyük bir cəmiyyət içərisində hər bir ailə kiçik bir cəmiyyətdir. İslam dinində də bu məsələnin düzgün həlli həmişə diqqət mərkəzində olmuşdur, təmərküzləşmişdir ailə qurmaq məsələsi. Dinimizdə bunun daha səmərəli nəticələr verməsi üçün bəzi məsələlərin də dürüst həlli vacibdir. Bunlardan birincisi yaxşı həyat yoldaşı tapmaqdır. Zövcəni tapmaqdır. Yaxşı zövcə, yaxşı həyat yoldaşı tapmaqdır. Çünki seçilmiş ailədən çıxmış, yaxşı tərbiyə görmüş ana övladının da düzgün tərbiyələnməsi yolunda çalışmaq, buna nail olmağa can atacaqdır, səy göstərəcəkdir. Bu zövcə elə bir xüsusiyyətdə zövcə tapmaq lazımdır ki, həmən bu həyat yoldaşı zövcə öz ailəsindən nə cür nə düzgün tərbiyə götürübsə, onu öz övladına da aşılamaqda, ötürməkdə, irs verməkdə səy göstərəcəkdir. Eləcə də pis və əxlaqsız anadan tərbiyəli övlad yetişdirməsi gözlənilmir. Bəiddir, uzaq bir məsələdir. Buna görə ki, cəmiyyətdə günaha şərait yaradan amillərdən biri də nədir? Pis valideynlərdir, analardır. Çünki analıq hisslərindən məhrum olan, yalnız özü üçün yaşayan qadınlar cəmiyyətə tərbiyəsiz, əxlaqsız, bədəxlaq, biəxlaq övladlar təhvil verərlər. Bu da yəni yeni günahların yaranmasına zəmin yaradır. Bu özü də günahların yaranması üçün bir zəminədir. Muhammed ibn Əbi Talhə ən-Sadiq salavatullah aleyh ən abaihi aleyhumussalam ənə Rasulallah sallallahu aleyhi və aleyh qalə linnās. Muhammed ibn Əbi Talhə İmam Sadiq aleyhissalamdan, İmam Sadiq aleyhissalam öz ata-babalarından aleyhumussalam, onlar da Allah Rasulunun insanlara belə buyurduğunu rəvayət edirlər. İyyəkum və xadara'ad diməni. Sizi çirkin bitkilər, gübrəli yaşıllıqlardan çəkindirirəm. Xadara'ad diməni. Nədir bu? Qilə, ya Rasulallah. Və ma xadara'ud dimən? Bu xadara'ud dimən, çirkin bitkilər, gübrəli yaşıllıqlar nədir? Qal sallallahu aleyhi və aleyh. Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurur. Əl-mir'atul husna fi mənbətis su. Pozğun ailədən çıxmış gözəl qadınlardır. Baxız. Bunlardan deyir, sizi həzər edirəm, çəkindirirəm. Onlara yaxın düşməyin. Çünki onlar pozğun ailədən çıxmış gözəl, görkəmli qadınlardır. Biharul Ənvar, cild 100, səhifə 232-dədir bu hədis. İkinci, bir şəxs İslam Peyğəmbərinin sallallahu aleyhi və səlləmin yanına gəlib evlənmək barədə o həzrətlə məsləhətləşdi. Həzrət buyurdu. Ənkih və aleykə bizati din. Din üzərində olan biri ilə nikah qur ginən. Din üzərində biri ilə nikah qur ginən. Əl-Kafi, cild 5, səhifə 332. Yəni, dindar bir qadınla, İslam şəriət və qayda qanunlarına, etiqadlarına riayət eləyən bir qadınla nikah qur ginən. 3. İmam Əmir əl-Müminin salavatullah aleyh buyurur. İyyəkum və təzvicil həmqa fə innə sohbətuhə bəla və vuldəhə diyaun. Sizi həzər edirəm, o şeydən çəkindirirəm. Nədən? Həmqa, axmaqlarla izdivac etməkdən çəkindirirəm. Fə innə sohbətuhə bəla. Çünki onlarla keçinmək, bir yerdə olmaq bəladır. Və vuldəhə, onların dünyaya getirdiyi övladlar isə diyaun, pis yolda olacaqdır. Əl-Kafi, cild 5, səhifə 353. 4 və axırıncı hədis İmam Sadiq əleyhissalatu vesselam buyurur. Tuba limən kanət ummuhu əfifə. Xoş olsun o şəxsin halına ki, onun anası, valideyni, anası iffətlidir.
İləlü Şərait cildi 2 səhifə 564. Bəs irsiyyət qanunu belə nəticə gəldi ki, irsiyyət qanunu günahların yaranmasında mühüm amillərdəndir və düzgün ailə həyatı qurmaq da həmçinin yeni günahların meydana gəlməsində zəminə yaradan amillərdən biridir. Bu iki məsələdə çox gərək mömin bir şəxs, müsəlman bir şəxs çox diqqətli olsun gərək. Quran və Əhl-i-Beyt əleyhimussalamın buyurduqlarına riayət eləsin gərək ki, bu şəkildə də əbədi səadətə qovuşsun. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə seyyidina Muhammedin və alihi tahirin və la'netullahi alə qətələtihim və adaihim əcmain.